Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacağım bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz? Perşembe pazar Xəzər TV'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr. Edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedixana. Qasım, hələ çox gəzəcək. Ay Qəmər, Hə. Abşeron Ticarət Mərkəzində mağazalar gör nə qədədir. Hamısı da yanbayan, hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək Gedək yararlan. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim, gələm, gedin. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əli boş nöş gedirik, Hə. buna bax. Nədir Gör o? nəvəmiz üçün nə yaparram. Piredo bezi. Hələ buna bax, Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofon götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, yaşal Yaxşı, gedin. sonra danışarıq. Valla girmir beynimə də, bax buradan öyrənilən buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmiş? Biz onun yeni soyuq kofeləri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsından istəyir? Mənə latte. Mənə cappuccino. Latte, Birini ver şirini mənə. azdır, cappuccino sən xoşdursan şirini. Güzər xanım sizin olsun. Təşəkkür, Baxın, bax, təşəkkür. yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq alın. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang elə də. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bunu verim, mən çıxıb gedim. Xanım, bu dəqiqə Xəzanə xanım. Baba, zirvələrə necə ucala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal.
Akşamınız xeyir olsun. Komediya xanımın biri-birindən özəl, diqqətli, sevimli tamaşaçıları. Həftə sonlarının yumor dolu əyləncəsi Komediya xana efirdədir. Və təbii ki, axşamınız xeyir olsun. Bizi canlı izləməyə gələn dostlar, qohumlar, məhəllə uşaqları, qırğından dəvətnamə tapanlar, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Sizə xoş gəlmişsiniz. Bu günlərimdə möhtəşəm bir komediya xanasını görsə gəlmişik. Əsas odur ki, yerinizdə rahat əyləşin. Diqqətiniz bizdə olsun. Bir anlıq yanınızdakı həyat yoldaşınıza qulaq asmayın. Bir anlıq. Çox demirəm. Elə hazırsınızsa başlayaq. Başlayaq. Heç vaxtı itirmədən istəyirəm ki, ilk sənədi sizə təqdim edeyim. Artıq bilirsiniz ki, bir neçə gündür bizim yeni tədris ilimiz başlayıb. Məktəblərimiz məktəbə gedib, tələbələrimiz universitetə gedib. Məktəb başladı. Məktəblə paralel bəzi söz-söhbət də başladı. Yayılıb söz-söhbət həm TikTokda, həm Instagramda, həm televiziyada, xəbərlərdə görürsünüz. Məktəblərdə pul yığılır, ya yığılmır. Yəni siz adını fond pulu qoyun, təmir pulu qoyun. Yəni bu söz-söhbət o qədər yayıldı ki, biz də buna müraciət etmək məcburiyyətində qaldıq. Yəni həqiqətən də özü də rastlaşmışsınız da səslər, bəzi valideynlərin səsləri yağıb TikTokda. İradə müəllimə, bunu nətər eləyək, İradə müəllimə. Bu remont pulu bildiyə parket niyə alırsınız? Məktəbə parket verirsiniz. Bu səslər doludur artıq bütün sosial platformalarda. Təbii ki, Komediya xana ailəsi olaraq biz bu mövzuya mütləq müraciət edəcəyik. Amma öncədən qeyd edək ki, bizim böyük sevgimiz və hörmətimiz var. Müəllim adına layiq olan müəllimlərimizə, müəllim adını qoruyan müəllimələrimizə və bütün ömrünü şagirdlər rahat olsun deyə, məktəbin təmizliyindən, ümumiyyətlə idarə etməsindən məşğul olan gözəl direktorlarımıza. Buradan salamlayırıq, öpürük hamınızı. Amma bu səhnəcikdə sözümüz bəzi, qeyd edirəm, bəzi direktorlardır. Qarşılayın, səhnəcimiz belə alanır. Direktorun otağında. Başladı. Ay Zakir, nə düşmüsən dalımca? O nə deməkdir? Get maşınımın yanında dayan. Ay Radə, qurban olun, bu nə danışırdı? Bir dənə qəti yan. Mən sənin 25 illik sənətli sünətli ərinəmi? Adam ərinə ilə söz deyər, mən sənin otağıma girə bilmərəm. Zakir, evdə. Burada mən direktoram, sən də mənim sürücümsən. Get maşının yanına. Kəstirmirsən buranı, heç kim qəbuluma düşə bilmir. Sağlığı heç evdə də mən sən qəbuluna düşə bilmirəm. Gecə bir dərd, gündüz bir dərd. Ona görə deyirdim də işdən çıxma. Bax, işdən çıxdın, gəldin oturdun dizimin dibində. Məktəbdə də hamı səndən şikayət eləyir. Kim şikayət eləyir? Kim dinən, hə? Kim şikayət eləyir? Bax, elə bufetçi Şamama. Zakir, məktəb başlayandan 90 dənə piraşki yemişsən. Heç birinin də pulun verməmisən. Sən gəlin qutarı, piraşki də piraşki ola, bu uzunluğunda. Elə bir təndir çörəkdir. 45 dəqiqə mən onu kartof axtarmışam içində, tapanmədim. Elə bir uduşdu da, bilmirsən hara qoyublar. Zakir, bildik piraşkini. 11G xəyyamdan ya dalaşmışsan. Kilonun başına, adamdır o. Kıçın boyda diye. Kim? 2 metre boyu var, mən onun kıçı boydayam. Görmürsən, yekə gəzir ki, deyir mən məktəbin şefiyəm. Dedim, elə şey yoxdur. Məktəbin bir dənə şefi var, mənim arvadım İradə. İkinci şefdə kimdir? Onun əri Zakir. Yaxşı Zakir. Xeyransa qapıda bayaqdan gözləyir, çağır onu, bəsdir. Bir də, Xeyranta bacı. Xeyranta bacı. Salam İradə müəllimə. İradə müəllimə gəlmək olar? Gəl otur Xeyransa, gəl. Bu da günü gündən əyilir. Hə, İradə müəllimə. Necəsiz, nə var, nə yox? Yaxşı olmağa çalışıram Xeyransa. Ərin nətərdir? Sağ ol Zakir qardaş. O dünyadadır. Gedəndə salam deyərsən. Sizdən sonra. Onda özüm gedib deyəlim. Xeyransa, vəziyyət necədir? Fond pulu yığa bilmirsən? İradə müəllimə, inanırsız deyirəm. Valideynlərə hər gün deyirəm ki, yığın bu fond pulunu. Əsəbləşdirməyin İradə müəlliməni. Əşi birinə bir söz deyən kimi əlin salır cibinə, çıxardır telefonu ki, ay cəmahat,
Ay haray, məndən fond pulu istəyirlər. Birdən videovu çəkib eləyərlər ha. Narahat olma İradə müəllimə. İradə müəllimə vəziyyət çətinləşib, əvvəlki zamana getdi. Buyurun. Getdi. Məktəbdə pul yoxdur da. Xeyransa bacarmırsan da. Bəli. Zavuşlar var, elə pul yığırlar ki, heç direktorun xəbəri də olmur. Bir də baxır ki, bağı hazırdır. Amma mənim bağım 3 ildə almışam, qalıb orada. Gördün? Saqqalım yoxdur, sözüm keçmir. Hayır adı. Dedim ki, mən sənin ərinəm də, məni qoy direktor mavini. Bir sən oyun çıxadaram. Fond pulu yığaram. 5 dəqiqənin içində. Canım səhvsin, təmir pulu. 5 dəqiqə. Bir sən də pulu yığaram. Nöt pulu. Nöt pulu yığaram. Deyərəm ki, nötlə silirik məktəbi. Dədə babadan bu belə şey var axı. Özə mən nə inəyərəm? Məktəbdə ki, uşaq telefon işlətmək istəmir. 50 marker işlət. Məktəbə maşınla girmək istəmirsən qapının ağzına. Ayda 40 marker maşınla gel. Mən bunu belə eləyərdim, ay iradə mənim. Məni ver, olun məktəb direktoru. Zakir bəy. Boy məndə, buxum məndə. Elə mi oldu? Hə, problem yoxdur. Mən çəkilim qurağa, sən sabahdan ol İradə müəllimənin muavini. Xeyransa sən Allah qatma bunu. Yaxşı bildik, fond pulu yığa bilməmsən. Bax, müəllimlər günü gəlir qabaqdan. Yəni bu müəllimlər günündə müəllimləri təbrik eləmək üçün heç nə yığa bilməyəcəksən. Ay İradə müəllimə, o müəllimlər gündən ümumiyyətlə danışmayın. Danışmayın İradə müəllimə. İnanırsınız? Valideynlər qrupunda mən bir-iki dənə adamım var axı. Səsləri atırlar mənə. Eşitsəz tükləriniz biz durar. Məni salsa qrupa da. Bilirsiniz nəydən danışırlar, ay Zakir qardaş. Mənə o maraqlıqda nədən danışırlar səndə? Oy, mən sizə atacam o səsləri, Zakir qardaş. Bir söhbətlər gedir valideynlər arasında. İradə müəllimə, uzağı opşi yığılıb valideynlər bir buket gül ala bilərlər sizə. Başqa da heç zat. Gül nə deyə? Gül. Gül var nəsə eləyirik bəyəm evdə. Tort versinlər də, kimsə tort versinlər. Deyirəm də, Zakir qardaş, elə bilirsiniz tortu deməmişəm. Deyirlər, bir şərtlə tortu alarıq ki, o tortu gətirib sinif otağında şagirdlərin qabağında kəsib onlara da paylasınlar. Yoxsa ev apardı, yoxdur. Hər şey deyirəm, Zakir qardaş, İradə müəllimə. Əvvəlki vaxt öyrə day, məktəbdə pul yoxdur, apaslıdır, İradə müəllimə. Günümüzə bax da, ildə bir dəfə bayramımız olur, onda da pul yığmaq istəmirlər. Bağça direktorları var, Galenwagen sürürlər. Brrrr, elə keçir adamın yanından. Neçə ildir qalmışam bir dənə Nissan Kicks-in içində. Ay İradə müəllimə, elə deməyin. Kicksa şükür. Mən bu boyda yaşda, bu stajda hələ də 04 sürürəm. Kefdəsiz, lülkalı masketle gəlləmi. İradə müəllimə, özü də siz müəllimlər gününü deyirsiniz. Hələ dua eləyin ki, 5 oktyabra qalsın müəllimlər günü. 5 oktyabrda keçirtmək istəyirlər 3 avqustda. Yox, mən belə görürəm ki, mənə oca direktor olmaq sərf eləmir. Olmaz. Adamla həvəsdən düşür ya. Ay qardaş, dədə babadan həmişə pul yığılıb da, elə deyil. İndi nə oldu, bizə qalmışdı bu. Gəl belə bir şey təklif edeyim sənə. Deyirəm ki, gəl valideynlərə deyək ki, uşaqlardan pul yığaq 5 manatdan, ayaq yoluna sabun qoyaq. Sabunla yusunlar əllərin, bax fikir ver. 25 uşaq vur 5 manata. O da vur 11'ə. Hələ 11 tək deyil ha, bunun A'sı var, G'si var, D'si var, B'si var, günorta simen var. Nə deyirsiniz? Yığa bilərsən? Ay İradə müəllimə, mən valideynə nə deyim? Deyim İradə müəllimə deyir, sabun pulu yığa. Yox, sən niyə deyirsən ki İradə müəllimə? Uşaqlarımın gigiyenası üçün, şəxsi təmizliklərinə görə mən sabunu evimə aparmayacam ki. İradə müəllimə, deməyinə deyimi, amma sabahsı gün hər valideyn uşağın çantasına bir sabun qoyub göndərəcək məktəbə. Məndən bu qədər. Onda ay İradə, bir şey də təklif edim, sənə qurban olaram. Biz nəsə fikirləşməliyik. Gəl valideynlərə deyək ki, məktəbdə sistem var. 7 manatdan tələpılı yığaq. Sən canım dayan, onsuz da himə bəndilər. Jurnalistlər hamısı tökülürsün, gəlsin üstümə ki, antisanitariya sıçan basıb. Olmaz. Ben neyiniyim dayı? Onda gel müəllimlər otağında şey koyaq, lazer aparatı. Siz, biz, mən özüm eləyərəm, boş peşər adamam. Qaşın ortası 5 manat, boynun dalı 15 manat, 25, 35, 45 getdirə bilər. Bir o qalmışdı elə məktəbdə çırt, düt, tüstü iyi bassın buranı. Orası da var da. Xeyransa, Hə. sən valideynləri yığ, Aha. denən ki, otaqlara printer lazımdır. Onsuz da biz bunlara testi verəndə gedib haradasa çıxartdırırlar da, kserokopiya eləyirlər, düzdür? Elə sinifdə gözümüzün qabağında
printerdən çıxartsınlar. Özdə bunun sabah katrici var, barabanı var, lazeri var, pul var. Printerdə pul var. Printerdə pul var, gel. Denən hər sinif otağına bir Mən printer. deyim. Mən deyim. Yox, İradə müəllimə. Mən elə sözü hansısa bir valideynə deyənmərəm. Yox. Mənə bax. Həyətdə 3-4 dənə valideyn var. O valideynlərdən birini çağırım, özünüz deyin. Gel. Siz deyin, razı olsalar sonra pulu mən yığacam. Yeri. Çağır. Çağır. Çağır, özüm danışacağım. Sən danışa bilmirsən. Sən bilmirsən sözə necə başlamaq lazımdır. Çağır, mən elə deyəcəm, o dəqiqə razılaşacaq. İradə, nə qədər gec dör. Məni qoy direktor mavini də. Zakir. Canımsın mənlikdir. Vid məndə, fason məndə. Salam aleyküm. Salam əleykum. Salam İradə müəllimə. Hörmətli valideyn. Bəli İradə müəllimə. Biz sizin uşaqların işini asanlaşdırmaq üçün qərara gəlmişik ki, sinif otaqlarında printer olsun. Bəli. Çox gözəl. Ona görə də qərara gəldik ki, uşaqlardan pul yığaq, hər sinif otağına bir printer alaq. Nə qədərdən yığırsınız İradə müəllimə? Hardasa bir uşağa düşəcək 15 manat. Bizdə dəqiqə İradə müəllimə. Tələsdirmə, qoy götürsün. Gördün Xeyransa, danışmaqdan çox şey asılıdır. Ay cəmat! Ay cəmat, baxın, məktəb direktoru! Məktəb direktoru! Məktəb direktoru məndən pul istəyir! Ay cəmat, nə haqla? Hansı ixtiyarla? Ay müəllimə! Ay Xeyransa! Nə istəyirsiniz? Ay xanım, siz kimsiniz? Yox, ay bacım, ay hörmətli var. Bir dəqiqə telefonu yığışdırın. Bu nə deməkdir? Ay müəllimə, ay direktor! Bu nə deməkdir? Biz bura uşaqlarımızı oxumağa göndəririk. Bu nədir? 10 manat, 15 manat yığırsınız məktəbdən. Ay xanım, dinlənin də! Ay qardaş! Ay hörmətli valideyn. Bəli! Ay qardaş, harada güzəlsən? Xanım, hörmətli valideyn. Sizdən heç kim Bir pul dəqiqə, istəmir. bir Bir dəqiqə dəqiqə. siz kameranı yığışdırın, siz bizi səhv anladınız. Bir dəqiqə. Bir dəqiqə. Bir dəqiqə sakitləşin. Hörmətli valideyn. Bura gəlin. Danışın, çəkirəm. Ben çox olmadı ki. Sən mənim adamımsan, bura gəl söz deyirəm. Niyə əsəbləşirsən ki? Hələ sən cavan qadınsan. Sənin gələcəyin qabaqdadır. Nə olur sənə anasan, uşaq böyüdürsən. Niyə belə eləyirsən ki? O səndən heç nə istəmədi. O dedi ki, hörmətli valideyn, evində işlətmədiyin printer olar, delete. Bəli. Ay xanım, nətər yəni? Bir dəqiqə deyəm, nətər yəni məndən pul istəmədi? Ay qardaş! Xanım, bir dəqiqə. Ay qardaş! Adam çəkdən! Qardaş, sən eşitmədin, bu qadın mənə demədi ki, printer pulu yığılmalıdır 15 manat. Kim dedi? Hay, bu qadın. Bu qadın tanımıram mən. Canımsın tanımıram. Nətər yəni tanımıram, bu nə deməkdir? Ay qardaş! Ay valideyn, bura gəl, heç kim səndən. saxlayın. Heç nəsə, delete. Sildiniz. Hər şey yaxşıdır, sakitləş. Sən mənim adamımsan, hər şey yaxşı olacaq. Sən də oğlan idi da, hə? Gəl. Tapşıracam. Gəl. Hər müəllimə özüm tapşıracam. Bir dəqiqə, bir dəqiqə. Yaxşı. Mənə bax. Düz deyirsən. Razıyam. 15 manat çox oldu. Razıyam, tamamilə razıyam. Məsələ belədir ki, bizim sinif otaqlarımız bir balaca qaranlıqdır. Biz deyirik ora lampoçka alaq. İndi siz valideynləri yığıb heç olmasa hərəsindən 1 manatdan yığa bilsəz, siz özünüz verməyin. Bax, valideynlərdən yığın, siz öz payınıza düşəni verməyin. Bir dəqiqə gözlüyüm müəllimə, mən indi gəldim. Ay, sağ ol. Gördün Xeyransa. Elə adam ol. Düz demirsən də, sən əvvəlcə pulu deyirsən, sonra səbəbi deyirsən. Əvvəlcə səbəbi demək lazımdır, sonra pulu demək lazımdır. Dediyiniz kimi olsun, İradə müəllimə. 1 manatdan yığsın, gör bir uşaqdan hesablayanda o da bir. Xəbər, gəlin çəkin! Gəlin çəkin, xəbər! Gəlin çəkin, deməli bu məktəb direktoru məndən 1 manatdan lampoçka pulu yığır, bir dəqiqə olar mikrofonu. Xeyransa. Ay müəllimə! Bəli, Xəbər, buyurun cavab verin, açıqlama verin. Bu nə deməkdir? Siz bu məktəbdən 1 manatdan lampoçka pulu yığırsınız, bu nə deməkdir? Kameranı yığışdırın, xahiş edirəm. Zəhmət olmazsa oxuyun. Yox, kamera yığışdırılmalıdır ki. Xanım, sizdən heç kim 1 manatdan istəmir. Siz sübut eləyin. Necə? Əlinizdə fakt var ki, mən sizdən pul Siz fakt istəmişəm. istəyirsiniz. Bir dəqiqə. Hanı o müəllim? Hardadır, harda gizlərim müəllim? Zakir müəllim. Xeyir olsun. Zakir müəllim, axşamınız xeyir olsun. Onu tanıyan ata batasına ləyim. Nəfər yəni, siz onu həyat yolaşı desiniz. Mən buranın fəhlələriyəm. İstəyirəm, demə olsun.
Hörmətli valideyn, hörmətli valideyn. Sakitləş. O sizə elə söz demədi. O yəni nəzərdə tutdu ki, evdə hamamının lampoçkası partlayır. Bəli. Onu deyirdi ki, ala bilərsən heyransan. Mənə bax, sən mənim adamımsan, cavan qadınsan, hələ sən dünyaya bir dənə də uşaq gətirməlisən. Üçüncü övladın da bu məktəbdə Bu əsəblə uşağı olar bunun. Hə? Yox, müəllimə, dar ikinci uşaq olası deyil. Niyə ki? Dər qaçıb. Sənə dözər ki, qaçar da. Hə, sən sakitləş, hər şey yaxşı olacaq. Yaxşı mı? Mənim iki gözüm, istə iradə müəllimənin, iki gözü sənin övladının üstündə olacaq. Yaxşı mı? O elə demə, sən yanlış anladın, Yanlış anladın. Yaxşı tapşırtdıracam, narahat olma. Hər şey yaxşı olacaq, sizdə zəhmət İngilisinin mən olmasın. zəifdir uşağım. Yazdıracam, narahat olma. Don't worry, be happy. Let's go. Okay mi? Sancılandım qorxudan. Kiməydi bu? İradə müəllimə, gör sizə nə deyirəm. Deyirəm, bəlkə bu məktəbdə pul yığmaq söhbətlərini yığışdıraq. Hə? Baxın, o uşaqlar bizim gələcəyimizdir. Onlar bizdən örnək götürürlər. Bugün biz onların gözün qabağında pul yığırıq. Onlar da hansısa bir müəssisədə sabah işləyəcəklər. Bizim elədiyimiz kimi onlar da pul yığacaqlar. Öl acından. İradə Xeyransa xanım, get, heç nə mənə lazım bax. deyil. Əvvəlki zamanə dörü İradə xanım. Bildim Xeyransa. Deyirəm ki, ay iradə, ağıl ağıldan üstündür də. Pul yığmaq üçün bir variant da var, deyim. Heç nə lazım deyil Zakir. Heç nə Deyirəm, lazım bəlkə deyil. uşaqlardan 30 manatdan ekskursiya pulu yığaq, ekskursiya. Aparaq elə bir dəniz qırağını gəzdirək, aparaq nə bilim zooparkı gəzdirək, 30 manatdan. Bir dənə çöplü soğuk, bir dənə peraşki. 30 manata var, gör hara qeyib çıxır. Dayı onu eləyən isə bir dəfə 90 manatdan yığaq, Qobustana aparaq da, yolu uzaq eləyək ki 90-dan yığaq. O dolar. İstər 200 manatdan yığılab ələ taparam. Olar. Xeyransa anacaq. Xeyransa! 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 Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Bu nədir? Şikonun qara ildırım tumları. Şikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Şikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Salam aleyküm. Salam aleyküm. Qardaşlarım ya belə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun birinci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar. Modul tipli dörtlü işçi masalarımız. Ofis üçün mebellər. Ha, belə kresloda oturub işdən yəsən nə eləyərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekor'dan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Atan aboyları Mister Dekor'dan göndərəcək. Əla. Yaxşı, xeyri. Sən mənə bura nə etmirsən? Gəl keçək Brent House-a deyəcəm. Brent House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət göstərən güvənli alış-verişin ünvanıdır. Mağazalarımızda yerli Moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Ay qonşu, əli bacarıqlı hardan belə? Ay bacı, obanın məhsullarına evi doldururam.
hər alış-verişə görə hədiyyə qazanılan. Oktyabr ayının 30-na kimi obada hər 20 manat alış-verişə görə bir hədiyyə qazanmaq şansı əldə edirsən. iPhone 16, iPad, soyuducu, televizor, iri xırdalı 38-ə yaxın hədiyyə var. Doğrudan, gedim mən də qoşulma. Necə qoşulmaq olar ona? Çox sadə, ay bacı. Obanın mobil təsbirini telefonda yükləyirsən, alış-verişin ədəbiyyatını skan edirsən, yarışda iştirak edirsən. Onda mən getdim. Ay bacı, mən bizə gəlmirdin onu. Şimdi deyirəm gedim obaya, əli dolu gəlim də sağ qonşu. Əli boş qonşu ev olar. Get də gözləyirik. Hörmətli izləyicilərimiz, Komedixana davam edir və biz keçid alırıq növbəti səhnəmizə. Növbəti səhnəmiz isə 80 yaşlı şairin yaradıcılıq gecəsi. Alqışlarınızla. Çıkan var mı üstünde? Kimi yandırırsan? Verədi başıya buradan bir çıxı ütsə gedəyə özü. Baxım ona. Ona spişkaladı, ona ot bıçaq maşının adını. Ged özündən bəri bax. Gel, kirmişsə durun, çəkiliş başlayır. Gel, başlayır. Akşamınız xeyir olsun, şeir sevərlər. Sözə qiymat verib, söz qədri bilənlər. Bugün gözəl bir poeziya gecəsi yaşayacağıq, hamımız birgə. Deməli, bu günləri elimizin, obamızın çox sevilən şairi Fəzail Küskünün 80 illik yubileydi və bu yubiley münasibəti ilə də biz buraya yığışmışıq. Bilirsiniz ki, Fəzail Küskünün əsas silahı onun iti qələmidir. Bəli, iti qələmi olub. Yəni o iti qələminin sayəsində bu 80 il yaşadığı dövrdə titrətmədiyi jek müdürü olmayıb. Yəni qalmayıb elə bir adam. Sağ olsun. Neçə nazirliklərə yazıb. Yazmadığı idarələr qalmayıb. İşverən də, işverən, qısası işverən. İcazə verin, nitqimi yekunlaşdırım. Bəli. Deməli, bu iti qələmin sayəsində neçə icra başçılarını, neçə məktəb müdürlərini, bağça müdürlərini işdən çıxartdırıb. 80 il ömründə 120-yə yaxın ailəni çörəksiz qoyub. Budur onun qələminin itiliyi, budur onun qələminin gücü. Bəli? Sən haqqında danışmır. İti qələminin sayəsində 6 uşağının 6-sını da yüksək vəzifələrə işə düzəldən Fəzail Küskünün bu gözəl yaradıcılıq gecəsinə hamınız xoş gəlibsiniz. Və elə bu alqışlardan sonra mən istəyirəm ki, bizim adı çəkilən, elimizin, obamızın sevilən şairi Fəzail Küskünü alqışlarınızla dəvət eləyək bu gözəl səhnəmizə. Məni əzəcək bu. Elədir görüm. Uy, yavaş ol, ay Yavaş, yavaş. Nə bak? Dede. Bunu hansı qəbristanlıqdan çıxarıb gətirdin? Ay dede. Allah şans alın. Ay dede. Gel otur da kutar. Bir bala şeyin, dana bir de. Oy. Bu arada çatmır. Kadın alım otur da ha. Bacı, oturan kimi dəyiş ha, sırası dəyiş. Hayf da kreslo. Kadın alımla rahat olmuyor dede. Kredo bezini götürmüşəm. Ne vaxt lazım olur xəbəri bezini değişim. Kadınlar. Yaxşı. Ben yerinde uzanmıştım. Can. Burada ağadır ki ben buradayım. Ben burada nağarım. Fəzail müəllim, bu günləri sizin yaradıcılıq axşamınızdır. Bəli. Və bu qonaqlar da hamı sizin yaradıcılıq axşamınıza yığışıb. Ne tüm akşamsı? Kimin tüm akşamsıdır? Yok. Niye vaydı dersiniz bunu? Ay dede. Cumaşamın deyilik. Ha? Yaşlı dilin yüreği indi. Görmüşəm bəzəmişəm, sıqılamızam taxmışam, pıçıskam yıldırmışam. Dədəmin yüreği indi qanasına uğramayıq. Bu fəzənmiş halın değil mi? Yes. Ne olar, ne olar? Sağ ol ha kızım, sağ ol. Sağ ol. Qulağı gedib bunun. Əziyyətli olacaq biraz.
Harası qalıb ki, hər yerə gedir, değil mi? Allah'tan da. Fəzal Küskünün bilirsiniz ki, elimiz obamız tərəfindən sevilən birbirindən gözəl şeirləri vardır. Yazıb kişi iti qələmi ilə şeirlər də yazıb. Şeirlərinin adının bir neçəsini oxuduqlarımın içərisində bir neçəsini qeyd eləmişəm, istəyirəm sizlə də bölüşəm. Deməli onun şeirlərindən evə yığışmaq vaxtıdır. Lap elə. Siz də oxumuşsunuz eləmi o kitabı? Sənə deyim, zalda o şeiri əzbər bilənlər var. Növbəti o şeirləri başsız ailə. Övladlarına yazdığı, bala sizi görüm qırılasınız. Dostlarına yazdığı, manga da deyənin. Ondan sonra öz dost doğmaza başına yazıb, bankanı yavaş koy, belim yandı. Öz həyat yoldaşına həsr etdiyi, səni manga calayanın və s. şeirlərin müəllifi bizim Fəzal Küskün. Və Fəzal Küskünün bu gözəl poeziya gecəsinə, yaradıcılıq gecəsinə onun qələm yoldaşları, şair yoldaşları, şairə yoldaşı onu tək qoymayıblar, təşrif buyurublar bugünkü gecəmizə və onlar da öz çıxışlarında, nitlərində Fəzal Küskünün bugün küsməsə bizdən şeirlərindən bir parça deyəcəklər. Və mən elə uzatmadan istəyirəm ki, bizim qonaqlarımızdan dəvət edin bu mikrofon önünə. O da öz poeziya gecəsində fikrini bölürsün. Qalandar müəllim Xoflu. Buyurun zəhmət olmasa. Öz istəyirəm, Xoflu? Bəli. Hə. Xoflu. Yüngülvari biraz xofludur. Akşamınız xeyir olsun. Yok, xoflanmayın. Xoflanmayın. Başla. Axşamınız xeyir olsun, hamınızı salamlayıram. Sözün, söhbətin sehrinə gələn dostlar. Mən ilk öncə bu kişini təbrik edirəm. Küskün, ad günün mübarək olsun ha qardaş. Ay elimin şairi, ad günün mübarək olsun. Məcanət çağırdı bola tərəf, ha? Mən bu bacalarımdan hem sözlərim dedim. Bu. Ne çarpsa gaz bunu buraya. Bacarağın değil dede. Kim gazma? Şair değil. Kim? Xoflu. Hay? Özündən xoflu. Xoflu. Şairdir. Şair də şair. Kaç çağırdı bana o tanımadım. Xoflu. Qalandar Xoflu. Gələndə xoflu. Ha, mənəm ha Küskün. Dostumdur. Nereden at kiye geçsin? Nereden? Çok kürek. Elə gözün zoom eləyirsən, gözündə bir şey mi var zoom eləyirsən? Nəsə, elə söz düşmüşəm, bu kişi ilə mənim bir xatirəm var, onu danışım. Nə gözəl, nə danışın. Hə. Ay 3-4 gecədir evdə yatıram, görürəm evin dalında çaqqal olur. Dedim, bir gecə durum bu, tüfəngi götürüm bu çaqqalı bir qovum oradan. Arbat dedi, ulayan çaqqal diyor, oğlundur. Dedim, Arbat niyə olur? Dedi, evlənmək istəyir. Kişi. Dedim, valla o evlənəndən sonra ulayacaq, hələ tezdir. Onu Arbat qohumları elə uladacaq. Nəsə, dedim, evlənmək istəyir, uşağı evləndirmək lazımdır. Ağarım, gəldim, araşdırdım. Dedilər, toya səhə bir 150 kiloluq dana olsa səni görər. Bu 150 kiloluq dananın pulunu mən hardan alım, ay başuca dönüm, nə ağarım? Ora pul, bura pul, heç kim pul vermədi. Dedim, mənim adamım şairdir. Getdim Küskünün qapısına, nəsə, darbazada çağırdım bana. Dedim, Küskün, dedi, nədir şair? Dedim, uşaq evlənmək istəyir, mənə biraz pul ver, dana alacam. Dedi, bu şairdə pul nə gəzir? Nəsə, əlim qolum qırıldı, elə pis oldum, evə qadım, qayıtdı ki, pulum yoxdur. Ged o töləni aç, orada bir 200 kiloluq dana var, get, kəs, uşağı evləndir. Sağ ol. Halal olsun. Məni bir qəhər boğdu. Halal olsun. Yaşa. Dedim, mənim elimin nə gözəl ağsaqqal var, nə gözəl şairim var mənim. Nəsə, Vay. Ağlama. Hala ver, dəsmal verin, dəsmal verin mi siz? Yəni Allah dəmir. Sağ kimsə nəsə eləyir? Ya böyle şeysən. bu xofluğu mən hardan götürmüşəm?
şübhələnirəm. Davam edin. Nəsə, Hə. toy elədik, Allah cəmi balalara qismət olsun. Qəşəng bir toy elədik. Ya toyun səhərsi günü yuxuluyam. Birazdan yeruz mənim paxım eləm, başım çatlayır. Gördüm qapı döyülür. Ha, durdum, ay kimsən orada? Gördüm bizim bu milis gəlib, Oktay müəllim, polis. Ay Oktay müəllim, xeyirdir, dedi, bəs səndən şikayət var. Şahar küskün səndən şikayət eləyib. Dedim, ha, bu məndən nə şikayət eləyər? Şahar mənim dostumdur. Dedi, canım üçün dünən şöbəyə gəldi, ərzə yazdı ki, mənim gecə gəlib tövlədən danamı uğrayıb. Danamı uğrayıb, kəsib yiyiblər. Məni bir il basdılar içəri. Bir il basdılar içəri, məhkəmədə qərar oxunur. Məhkəmə qərar verir ki, xırda xuliqanlıqla getdin içəri, göz-gözə gəldim. Mən bu yarım kişi ilə. Göz-gözə gəldim, dedim, şair, küskün. Məni niyə göndərirsən zindana? Mənim zindana nə işim var? Dedi, sən bilməzsən. Şair çətinlik görməlidir, şair zindan görməlidir, şair darıxmalıdır, yanmalıdır, kömür kimi, ocaq kimi közəlməlidir. Get közəl, gör sən nələr yazacaqsan orada. Heç demə bu kişi məni tanıyırmış, mənim qeydimə qalmış. Mən o türmədə olduğum müddət ərzində nələr yazdım, nələr tapdım, poemalar tapdım, əsərlər tapdım, şeirlər tapdım, hekayələr tapdım, böhrəndə xəstəliklər tapdım cürə-bəcürə. Və qısası, şair, mən sənə təşəkkür bildirirəm. Yaxşı ki, sən məni o çətinliyə saldın. Mən orada yazdığım bütün hekayələri, bax bu kitabda cəmləşdirmişəm, mən bu kitabı tapdım. Bugün də bu kitabın ilk nəşrini şairə bağışlamaq istəyirəm. Kitabımın da adı belədir. Sənin kişilikdə payın yoxdur. Sənin kişilikdə payın yoxdur kitabı. Şair, şəxsən sənə, bax, burada da qeyd eləmişəm. Kime desene senin kişilikdə payın yok. Senin özünün kişilikdə payın yok. Sen gel ağırlan bir sana. Senin yüzüne durup tutturmasan benim satma. Bunu gel sen buraya. Ay dede sen de mi? Kitabın adı elədi. Senin kişilikdə payın yoktur. Kitap diye kitap. Gel haksama soğuk sen de bana dersen. Yok. Ben bilmem. O benim vasfını tart eləsin. Yaxşı. Reddala. Əzəlmən. Əzəlmən, küsməyin, siz Allah küsməyin. Bu tezgin qalxacaq Kitabın dede. adıdır, kitabın sizə demir. Ben bilmem. Bu haksama gelir o da bana... Yok oradan alım. Sen de mi? Kitabın adını elə çıxar. Qələndər müəllim. Ratmasın ama. Mən çox rica edirəm ki, bugünkü poeziya gecəmizdə siz Fəzail Küskünün yazdığı o şeirlərdən bir parça gözəl nitqinizlə söyləyərdiniz. Hə, mən gözəl olar, mənə şərəf olar. Buyurun, bizə də. Küskünün, hörmətli izləyicilər, şeir həvəskarları, Küskünün çox şeirləri var, həqiqətən də, amma məni silkəliyən, mənim tüklərimi biz eləyən onun bir şeiri var. Şeir də belə adlanır. Soğuq adamı atdan girir. Qəşəng şeir də, çox qəşəng. Bəlkə də sən ondan sonra xoflanmışsan. İcazə versəd o şeiri deyərdim. Buyurun. Şair deyir, çox güvənmə cavanlığına. Fikir vermirsən sağlığına. Söz də eşitmirsən, vurmursan gönü qalınlığına. Şairin sözünü sırğı elə as qulağına. Bala, soğuk adama atdan gelir. Bibim kızı bu soyuqda göbeğe açıq gəzirsən. Göbeğe açıq bir yana mini yupqa geyirsən. Ay, mən bilmirəm bu şaxtada çovğunda axı necə dözürsən. Niyə o istikagokadan alıb geyinmirsən? Bala, bilmirsən mi soğuk adama atdan girir. Soğuk adama atdan girir. Sağ olun. Sənin kişilində payın yoxdur, kitabı şəxsən sənə təqdim edirəm mən. Ne ama denem sen? Yok hay dede. Sen tutturacaksın dayan. Sen ömrü bastıracaksın. Sen dayan, sen darıtma. Sağ olun. Tutamıram, Sana dersin getirdin. həm küsür, həm öpür, tutamıram. Davam edirik, poeziya gecəmiz davam edir və mən çox vaxtı uzatmadan istəyirəm ki, gözəl şairəmiz
Ümumiyyətlə o da öz şeirləri ilə bir çoxlarının qəlbinə yol tapan, ofsunlayan Gülbahar canı yanmış. Gülbahar xanım, buyurun zəhmət olmasa. Canın yanmasın, buyurun. Mən də salamlayıram hər birinizi. Yaşa. Fəzail, sənin bu xoş günündə mən də burada iştirak edirəm. Sənə minnətdarlığımı bildirirəm ki, bu əziz günə məni də dəvət eləmişsən. Çox sağ ol. Az bu senin baban değil oğlum. Bunu kim çağırdı? Ne? Az ben az arvadımı çağırabilmirəm. Baba yine çağırıp sakat vermedi. Mama var. Benim oradan eyle zəhləm gedir ki. Bu. Ha? Mamam 20 il görmüyor. Mamam ne ezir burada? Kaçırdı mı? Bu şairedir de. Gülbahar canı yanmış. Canı yanmış Gülbahar. Fəzəl mən, otur. Şairetim bu Otur. de. Dinməzsə dur, qulaq. Fəzail, tanımadın mı məni? Ha. Ha? Səndən ötürü bu qaşlarımı yolmuşam. Neyini yolursan kız? Qaşlarımı. Bu yolunmuş halı değil mi? Elədir. Kaşa bak maşallah adam elə bir qıza qaçır. Mən istəyərdim ki, bu əziz gündə, bu Hə. gözəl gündə Fəzaillə bağlı bir xoş xatirəmi danışım sizlərə. Danışacağım Fəzail. Narahatsan dəyişim. Açıq eşiyə. Deməli o vaxtı, mən cavan olan vaxtı kəndimizdə saçları hörüklü, qaşları qalın bir göyçək qız idim. Bütün kənd ölürdü məndən ötürü. Qırğın idi üstümdə. Elə bil ki, Fəzail bir gün gəldi, çıxdı, bir dənə qıy vurdu kəndə ki, mən Gülbaharla bir yellənşəkdə yellənmişəm. Sənlə mi? Hə. Sən də yellənmədin adam qalın bax o kəsə. Ətə yellənşəkdir dana, nə olacaq? Yelllənirik dana. Nə bilim onu. Bu qayıtdı dedi ki, mən Gülbaharla bir yellənşəkdə yellənmişəm. Hamı çəkildi durdu qıraqda. Yaxınlaşdı mənə dedi ki, bə get hazırlaşın, elçilərimi göndərəcəm. Bir sevincəyə düşdüm, qaşa-qaşa gəldim evə, mamamgilə dedim ki, bəs bazarlıq eləyin, sabah bizə elçi gələcək. Bazarlıq elədik, sırfanı açdıq, qəşəşlənə oturduq, gözlədik, bunlar gəlmədi. Səhər gün gəlmədi. 5 gün keçdi, heç kim gəlmədi. 1 ay, 5 ay, 1 il, 10 il keçdi. 10 ildən sonra baxam, darvaza açıldı, Fəzail girdi içəri, əlində də bir dəvətnamə. Yaxınlaşdı dədəmə ki, bəs dəvətnaməmdir, sizi toyuma çağırıram. Dədəmin beyninə qan sızdı. Anam özün yandırdı. Qardaşım ov tüfəngini götürüb ağzının içindən atdı. Mən də ayaq-yalın düz 2 il küçələrə düşdüm. Havalanıb qaçırdım eləcənə. 2 ildən sonra Fəzaillə qarşılaşdım. Dedim, Fəzail, məni almayacaqdınsa, nəslimi niyə qırdın? Və məni almayacaqdınsa, niyə imkan vermədin o birləri alsın? Özündən də elədin, onlardan da elədin. Hə, dana. Mənə qayıtdı dedi ki, heç bir şair sevdiyinə qovuşmayıb. Sağ olsun. Sən də gərək qovuşmayaydın ki, nakam yanğılı şeirlər yaza biləydi. Yaşa. Məlisən. Bax, o vaxtdan mənim düz yüzlərlə nakam sevgiyə həsr olunmuş şeirlərim işıq üzü görüb. Mən o şeirlərimlə bugün də bir kitab nəşrlətdirmişəm. Elə bax, heç varaqları soymamış, isti-isti gətirmişəm elə. Fəzailin özünə təqdim eləyim. Kitabım da belə adlanır. Səhərə salamat çıxmayaq. Acar yanmış. Onun dalın yaz, dalın ikinci cilt. Soğumamış, qanuva bələn. Diyanma. Yazıram, yavaş-yavaş onu da yazacağım. Kitabımı sənə həsr eləmişəm. İçərisindəki bütün şeirlər Fəzail sənə həsr olub. Mən sənin aşığına səndən çox yaşayacağım. Səni bastırmamış, mən ölməyəcəm. Ay dədə. Bu yer sorsa qazmaz. Ölməsin, rəddələnən. Rəddələnən bana. O gün rədd ol deyirsən Fəzail. Və yerləşək yadından çıxdı mı? Görsən dədə. Sən də az aşın duzu olmamsan ha. Mən indi istəyirəm elə bax bu kitabımla, bu təzə şeirlərimlə birində bugün
dəyərli şairimizə həsr eləyim, ithaf eləyirəm sənə. Der, mən sənə salmışam meyl, hey gəzirəm veyl. Avtobusda lazım deyil, ürəyində yer ver mənə. Yaşa. Bələdiyyənin sədrisən, torpaqları sən verirsən. Demirəm torpaq verəsən, ürəyində yer ver mənə. Gecələr yatamıram, it oluram, qapanmıram. Özümə yer tapamıram, ürəyində yer ver mənə. Ürəyində yer ver mənə. Ay Fəzail, ürəyində yer ver. Yaşa. Ağır Fəzail. Bir daha təbrik eləyirəm. Sağ uzun ömür, can sağlığı arzulamıram tabəsdir. Elə mi? Görüm elə, həmişə neynim, necə eləyim deyəsən. Mən elə mi? Bəli, Ay sən. sağ ol. Sənin yaşında başımı bitirim mən. Bilməyim kimi çağırım, aşı çağırım, morları çağırım mən. Sən nə çox yaşamasan bana, mənə desən. Yaxşı da sən Sənin yaşında çox yaşayacaqlar. Yaxşı eləyəsən, Fəzal. Çox sağ olun, təşəkkür edirəm məni bu gözəl məclisə dəvət elədiyinizə. Çox sağ Sağ ol ol. canım. Bahar Sağ ol. can yanmış. Kabını da təqdim eləyim. Allah, səhərə salamat çıxmayasan. Yerədələr. Mən elə bilirdim canı yanmış gözəldir deyin deyə deyirlər. Amma sən demə bu hekayəni dinlədim. Doğrudan da canı yanıbmış. Yox, elə hər ikisinə görə deyirlər. Və çox sözü uzatmadan istəyirəm ki, bizim növbəti qonağımız var. Böyük məmnuniyyətlə İftixar müəllim Basılmaz. Buyurun. Hoş gəldiniz siz də. Çox sağ olun, axşamınız xeyir olsun. Mən də Fəzail, sən hörmət qazanmısan, ad qazanmısan, san qazanmısan, şöhrət qazanmısan sən. Bu qaz pulu yığan deyil ha. Yox, ay dədə. Bu nə çarsan qazın? Ay Fəzal. Qaz pulu yığan da öyle Ulan niyə gep demirsən ki, bizim evə qazdan çox sən gəlirsən? Bu, şair deyil. Nə şairə? İftixar basılmaz. bas. Şair kişi gəlir, Hə. o. Ay Fəzal. Eləmək basılmaz, Ya sən? basılmaz. İftixar basılmaz. Yaxşı, hə. Biləcək də o nədir? Şeirin desin görək elə. Hə. Qoy bir icazə ver danışsın. Mən də istəyərəm şairlə xatirəmi bölüşüm. Buyur. Mənim onunla elə bir xatirələrim var ki, açıqlamayacağım. Deməyəcəm, desəz də deməyəcəm. Yox, Demir. Özü açıqlayar, açıqlamaz deməyəcəm. Ya da ölənə yaxın deyərsən, gedib ölüb çıxış edərsən. Şübhə doğrusunuz cəmaatda. Mən elə biləm, xoflu mənəm. Amma xatirələrimdən birazcıq mən danışacağım. Deyil. Cavan idim, bir qız sevirdim. Amma tanırdım o qıza, deyəmirdim ki, səni sevirəm. Deyəmirdim. Dedim, neynim, gəldim şairin yanına, dedim, şair belə və bir qız sevirəm, nətə deyim, utanıram. Dedi ki, kimdir, dedim fəlakət. Dedi, belədir mi, dedi, belə. Dedi, sarı saçlı mı, dedi, sarı. Dedi, belə yeriyən, dedim, belə yeriyən. Tanıdı. Dedi, harada görüştən eləyək. Dedim ki, bəs filan vaxtı bulağın başında olacaq. Dedi, getdik. Nəsə gəldik bulağın başına, yadındadır mı? Söz vaxtına çəkər. Gəldik bulağın başına, bana dedi ki, sən qıraqdadır. Mən özüm qızdan söhbət edəcəm. Getdi qızdan söhbət elədi, nə danışdı, nə danışmadı, qızı aldı özünü arvad elədi. Adam bilmir, fəxr eləsin, nifrət eləsin. Dedim, Fəzal, ne belədin, Fəzal? Dedim, Fəzal, onda mənim gözüm qalacaq. Mən ona vurulmuşam, mən onu sevmişəm. Sabah siz ər-arvad bir yerə gedəndə mən ona baxacam, köş oturacam. Dedim bu sözləri. Dedi ki, şimdi o, sən öz şimdi ol, mən öz şimdi. Dedim, Fəzal, bəs siz gedirsiniz, bilirsiniz, avtobusa gedirsiniz. Mən də sizlə bilirəm, avtobusa gedirəm, ona baxıram, ağlayıram. Dedi ki, hə, bizlə bir oturma, şimdi ol. Elə bir kişidir bu. Bu elə bir kişidir. Ondan sonra toy günü gəldim, dedim ki, ne verlədin? Niye o sevgimi mənim əlimdən aldın? Orada bir söz dedi o. Nə dedi? Şairə yaraşan sözdür. Şairə yaraşan sözdür. Dedi ki, mən onu elə dedim ki, sən dostdan, qardaşdan, sirdaşdan, yoldaşdan acı çəkəsən. Yaşa. O elə adamdır. Ondan sonra mən şeirlər yazdım, iki ayaqlı türkü.
Dünyanın axırıncı adamı. Abed deyən, mən deyən. Mən bir dənə kitab yazmışdım onun barəsində. Bunu elə bir ki, nəşr eləmədilər. Apardım izə nəşriyyata, nəşr eləmədilər. 700 vərəqlik bir kitab idi. 700 vərəqlik 18 pirus. Deyirlər ki, yox, bunu nəşr eləyənməri. Göndərdim, özünü özü oxudu. Və icazə versəydiniz, mən şairin şeirlərindən biri oxuyardım. Bəli, böyük məmnuniyyətlə. Buyurun, buyurun. Onun çox gözəl şeirləri var. Onu icazə versəydiniz, buyurun. Mən onun birini oxuyardım. Siz də görərsiniz, siz də qiymət verərsiniz. Buyurun, buyurun. Deyir, dost da baxır puluna sənin. Daş qoyubdu yoluna sənin. Keçir sağına, soluna sənin. Göz tüküb stoluna sənin. Bu deyir ha. Bundan belə sözlər. Heç bilmirəm mən nə edim, yar da gedib mən nə edim, bar da gedib mən nə edim, qar da gedib mən nə edim. May da gedib, yay da gedib, quruyubdu, çay da gedib, babam ölüb, vay da gedib, evdəki Wi-Fi da gedib. Hamısı bu hay-hay da gedib. Belə kişidən belə sözlər. Evdə yoxdur qəndimiz də, adam yoxdur kəndimizdə, qapı açmadı gəlinimiz də, satanmadım, çeşka qaldı əlimizdə. Heç kimə yoxdur etibar, hamı olub mərdimazar. Restoranda şot da atır, torpaq alır, sotda atır, taksi aeroportda atır, evdəki kompot da atır. Atır, kimi batır, kimi satır, sonra gedib 10 il yatır. Beləsinin başından papağı atır. Biraz qabağa gedən kimi, birisi daş atır. Göz dağıtır, qaş dağıtır, qaş dağıtır, göz dağıtır. Elə qardaş var, o daş dağıtır. Sonda bir söz deyim mən. Hər nə olsa deyinmə. Ömrünü verməyə kədər. İftixardan bu qədər. Bəli, iftixar basılmazdan da gözəl nitq eşitdik. Bilmədiklərimizi bildik. Və bugünkü poeziya gecəmizin də sonuna gəlib çatdıq. Sonda mən istəyərdim ki, Fəzali Küskünün də sözü var idisə, o da bir kəlmə sözünü deyərdi. Dədə, sözün deyə qadın alın. Deyim, mən simtəqo deyim. Onu çox tərif etməyin. Belə də zorda deyərdi də. Yavaş. Gel. Səs var? Bəli, var. Əziz dostlar, əziz qonaqlar, hər biriniz xoş gəlibsiniz, səfa gətiribsiniz. Sizləri burada görməkdən çox şadam və mən də fürsət düşmüşkən bugün çap elədiyim bu kitabı sizlərə təqdim edirəm. Hazırsınızsa göstərim. Belə heç mənim beşmə də Hayırlı olsun. Atar çeşdikəm. Gel. Qadın alın, keçin. Hər bana qarşı necə varı bir şeylər. Bağışlayın, gəlirik. Verin buradan. Gəl, qadın alın, gəl. Neyse ki poeziya gecemizi yekunlaştırırıq. Bizim değerli şairlerimizin poeziya gecelerinde görüşme ümidiyle sağ olun, geceniz xeyrə qalsın. Sağ olun. Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik, bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklanma yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 67. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır.
Valla girmir beynimə də. Bax, buradan öyrənilən buradan yadımdan çıxır. Ay İradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmişsən? Biz onun yeni soyuq kofeleri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsından istəyir? Mənə latte. Mənə cappuccino. Latte. Birini ver Şirini mənə. azdır, cappuccino sən xoşdursan şirini. Güzər xanım sizin olsun. Təşəkkür, Baxın, bax, təşəkkür. yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq alın. İçməyin, içməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang elə də. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzarə xanım. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evinə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyən da, sənin qardaşın arvadının söhbəti mənim neyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Şikonun qara ildırım tumları. Şikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asarım. Tək ki tumum olsun. Hə, ağla. Nə dedim? Bax, divar kağızlarımız da gəldi. Atam evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekordan göndərəcək. Əla. Dəyərli qonşum, evin olba ilə doldur, hədiyyələr qazan. 1 sentyabr 30 oktyabr tarixində Oba Marketlər şəbəkəsindən 20 azenlik alış-veriş et, bir-birindən dəyərli 38 hədiyyədən birini qazanma şansını əldə et. Loteriyada iştirak etmək üçün minimal olaraq 20 azenlik alış-veriş etməlisiniz. Oba mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməklə siz də iştirak edə bilərsiniz. Bu fürsəti qaçırmayın. Sponsorumuz Brand House mağazalar şəbəkəsidir. Brand House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət edən, ölkəmizin dörd bir yanında fəaliyyət göstərən güvənli alış-veriş ünvanıdır. Mağazalarımızda yerli moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Müxtəlif zövqlərə uyğun geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Hamısı bir ünvanda, Brand House mağazalarında. Brand House mağazaları ölkəmizin dörd bir yanında var. Ünvanlarımızla tanış ola bilərsiniz. Çox dəyərli tamaşaçılar, bir komedi xanamda sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Sabah görüşənədək. Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacam bu söhbətlə. Alanda maraqlanırdın.
Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? Oh! 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz?